Əməllər çətin zamanlarda daha dəyərli olur, daha qiymətli olur. Yəni ən üstün olan Allah-u Teala'nın peyğəmbərləri göndərmə qayəsi olan La ilahə illallah kəlməsidir. Ən asan olan cənnətə getməkdir. İnsan bu dünyada nəyisə əldə etmək üçün cənnəti əldə etməkdən daha çox əziyyət çəkir. Əslində bunların hamısından sənin istifadən bir kiracının istifadəsindən çox da fərqli deyil. Sadəcə kira müddəti fərqlidir sanki. Çünki heç birisində sən qalıcı deyilsən. Adam bu imkanlar səbəbilə özünü Allaha ehtiyacsız olaraq görür. Yəni Allaha ehtiyacının olmadığını düşünür. Dinə ehtiyacının olmadığını düşünür. Dini dəyərlərə, kitaba, Qurana ehtiyacının olmadığını düşünür. Allah Azze və Cəllə bu kafirləri belə vəsf edir. Qadın örtündükcə qarşı tərəfə zərafət hissi aşılır. Qadın açıldıqca, açılıb saçıldıqca zərafət hissi itir, onun yerini şəhvət hissi alır. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Allahın iznlə bugün Məkki surələrdən olan son cüzdə yer alan Leyl surəsinin ilk 11 ayəsi üzərindən danışmağa çalışacağıq. Bu surəyə də Uca Allah bəzi ünsürlərə and içərək başlayır. Təkrar qeyd etmişik bunu söhbətlərdə ki, Quran-ı Kərimdə Allah-u Teala'nın bir şeylərə and içməsi, onun dəyər və qiymətini biz müsəlmanlara bildirmək məqsədlidir. Diqqətlərimizi ora cəm etmək məqsədlidir. Allah Teala buyurur ki: "Vəl-leyli izə yəğşə", and olsun bürüməkdə olan gecəyə. "Vən-nəhəri izə təcəllə", və and olsun aydınlanmaqda olan gündüzə. İlk öncə Allah Teala gecə və gündüzə and içərək başlayır. Buna bənzər ayələr Quran-ı Kərimdə fərqli yerlərdə də keçir. Yəni Allah Teala'nın gündüz vaxtına və gecə vaxtına and içməsi fərqli surələrdə də qarşımıza çıxır. Allah Teala burada iki önəmli, əzəmətli ayəsinə and içir. Gecə və gündüz əslində Allahın ayələrindən bir ayədir. Yəni Allahın varlığını, birliyini, qüdrətini, gücünü göstərən dəlillərdəndir. Və bu iki ayə elə ayələrdəndir ki, həqiqi mənada Allahın sözü onlara keçir. Yer üzündə böyüklük iddia eləyən, təkəbbürlənən, yer üzündə güc, səltənət, hakimiyyət iddia eləyən insanlar bu ayələr üzərinə hər hansı bir hakimiyyət qura bilməzlər. Və bu ayələrə diqqət çəkilməsinin, yəni gecə və gündüz ayələrinə diqqət çəkilməsinin məqsədi odur ki, biz müsəlmanlar bununla bağlı olan məsələləri oxuyaq, araşdıraq. Çünki həqiqətən insan Allahın kainata səpdiyi ayələr üzərində düşündükdə, araşdırdıqda bu onu Allahın varlığını, birliyini tanımağa, bilməyə və yaxud iman əhlidirsə də imanındakı yəqinliyin artmasına səbəb olur. Uca Allah ilk öncə gecəyə and içir və gecəyə and içərkən Rəbbimiz hər şeyi bürüməkdə olan gecəyə deyə and içir. Hər şeyi bürüməkdən məqsəd odur ki, gecə olduğu zaman qaranlıq çökür və canlılar öz evlərinə, yurtlarına, yuvalarına çəkilirlər və hərəkət dayanır bir baxıma. Düzdür, indi biraz günümüz dünyasında fitrət pozulduğuna görə, insan normasının yaşayışının əksinə yaşayış göstərdiklərinə görə, bugünkü şəhərləşmə sisteminə görə artıq gecə olmaqdan çıxıbdır. Lakin normalda insanın fitrəti odur ki, insan gecə yatmaq istəyir. İnsan bədəni əslində buna uyğun şəkildə yaradılıbdır. Və Allah-u Teala insan bədəninin qidasını da gecə istirahətinə bağlı qılmışdır. Necə ki, biz bunu görürük ki, insan müəyyən səbəblərdən dolayı bəzən gecə yuxusunu almadıqda, hətta bəlkə də gecə yuxusundan daha çox zaman gündüz yatsa da həmin effekti almır və bədəni həmin qidanı əldə edə bilmir. Çünki Allah-u Teala gecəni məxsusən istirahət vaxtı olaraq qılıbdır. Burada gecə və gündüzə vurğu edilməsinin digər bir ibrət də odur ki, gecə əslində bir baxıma insanın Allahdan mesaj alması, gündüz isə o mesajı tətbiq etməsi zamanıdır. Allahdan mesaj almaqdan məqsədimiz odur ki, diqqət eləsək, Allah-u Teala bizə ən böyük savab qaynaqlarından birisi olaraq çatdırdığı, fərzlərdən sonra ən önəmli nafilə ibadət olan təhəccüd namazı gecə qılınan bir namazdır. Təhəccüd namazı insanı Allaha ən çox yaxınlaşdıran, insanın mənəvi vəziyyətini daha da yaxşılaşdıran, Allahla bağını daha da qüvvətləndirən və Allahdan o mesajı alıb, mənəvi qidanı alıb, gündüz tətbiq eləyə biləcəyi bir namazdır. Yəni, insan gecəsini nə qədər Allahla bərabər keçirərsə, təhəccüd qılarsa, nə qədər çox Quran oxuyarsa, nə qədər çox dua eləyərsə, çünki bilirsiniz ki, Rasulullah sallallahu aleyhi ve sellem təhəccüd vaxtında duanın önəminə dair bizə hədislərində çox önəmli xatırlatmalar eləyir. İnsan nə qədər çox dua ilə, Quranla, zikirlə, təhəccüd namazı ilə gecəsini keçirərsə, oradan aldığı mənəvi qüvvət gündüz qarşılaşdığı problemlərdə onun üçün dayanma gücü olur. Gündüz imanımızı qorumaqda və yaxud İslam mücadeləsində və yaxud İslami təbliğdə, dəvətdə, dinimizi yaşama nöqtəsində daha ciddi
olmağımıza səbəb olur. Onun üçün də Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə ilk gələn əmrlərdən birisi idi təheccüd namazı. Yəni gecə bu mənada Allahdan mesaj aldığımız zamandır və gündüz də aldıqlarımızı tətbiq etmə zamanıdır. Digər tərəfdən ruhumuz təheccüd kimi, zikir kimi, dua kimi qidaları almaqla yanaşı, gecə həm də bədənimizin o yuxu vasitəsilə dincəldiyi və gündüz o potensialımızı ortaya qoya bildiyimiz zamandır. Yəni gecə həm istirahət zamanıdır, həm də bir qismi ilə ibadət zamanıdır ki, bununla həm bədəni, həm də ruhi qidanı əldə edib gündüz daha sağlam müsəlman olaraq həyatımızı yaşamamıza səbəb olur. Uca Allah gecə və gündüzə and içir. Gecə və gündüz bir baxıma həm də qaranlıq və aydınlığı simvolizə eləyir. Bu həyatın gecəsi də var, gündüzü də var, qaranlığı da var, aydınlığı da var. Yəni sıxıntılı tərəfi də var, nemətlər tərəfi də var. Fərd olaraq belə olduğu kimi ümmət olaraq da bu şəkildədir. Düşünün ki, bu ayələr Məkkə dönəmində nazil olmuşdur və Məkkə dönəmində müsəlmanlar daha çox qaranlıq dönəmi yaşayırdılar. Küfrün hər tərəfi əhatə elədiyi, müsəlmanlar üzərinə hakimiyyət qurmağa çalışdığı bir dövrdür. Allah Teala bu ayələrlə sanki həm də o mesajı inananlara ötürür ki, necə ki gecədən sonra gündüzü Allah gətirirsə, bu sıxıntılardan sonra da Allah sizin üçün aydınlıq dönəmlərini göstərəcək. Allahın dininin ətrafa yayıldığı, insanların qrup-qrup Allahın dininə girdiyi və küfrün liderlərinin zəll olduğu günləri də Allah sizə göstərəcək deyə bu cür mənada təfsirçilərimiz qeyd edirlər. Üçüncü olaraq Rəbbimiz buyurur ki: "Və mə xalaqəz zəkra vəl unsə" və and olsun kişini və qadını yaradana. Burada əslində bu ayəni izah edərkən Fəxrur Razi öz təfsirində qeyd edir ki, bu iki mənada başa düşülə bilir. Erkəyi və dişini yaratmasına and olsun deyə də, yəni Allahın erkəyi və dişini yaratmasına yemin olsun, and olsun deyə də başa düşülə bilir və yaxud erkəyi və dişini yaradana yemin olsun şəklində də başa düşülə bilir. Burada da yenə Allah Teala əzəmətli ayələrindən bir ayəni bizə çatdırır. Bu da insan ayəsidir. Yəni Allah Teala'nın yaratdıqlarının ən üstün olanı həm sürət baxımından, həm ruhi baxımdan bir çox nöqtələrdən insandır. İnsanın yaradılışına vurğu edilən ayələrdə biz bunun təfsiri ilə bağlı çox danışırıq. İndi onun üzərində çox dayanmayacağım. Amma insan Allahın elə bir ayəsidir ki, çox-çox araşdırılması gərəkən, öyrənilməsi gərəkən həm bədəni tərəfi, həm ruhi tərəfi dərinləməsinə araşdırılması gərəkən bir varlıqdır. İnsan ruhi tərəfi ilə, bədəni tərəfi ilə, hər yönü ilə öyrənildiyi zaman Allahın yenə də varlığına, birliyinə, qüdrətinə, gücünə və Allahın bizə bildirdiklərinə insanın imanı, yəqini daha da artmış olur. Və burada da Rəbbimiz insanın yaradılışı ilə yanaşı onun erkək və dişi olmasına vurğu eləyir. Erkək və dişini yaradana. Yəni həqiqətən insan bunun üzərinə çox ciddi düşünəcək olsa, ağlı, iradəsi və yaxud tərcih imkanı olmayan, fikri olmayan, sudan bu vəziyyətə gəlmiş bir insanın, yəni bu qədər potensiala, bu qədər fiziki və yaxud ruhi özəlliklərə sahib bir insanın ortaya çıxması düşünüldüyü zaman ecazkar bir şeydir. Sadəcə insanda belə bir hal var ki, insan bir şeyi davamlı müşahidə etdiyi zaman o onun üçün sadələşir. Amma müşahidə elədiyinin əksinə bir şey gördüyü zaman o zaman təəccüblənir. Bu səbəbdən dolayı diqqət eləsəz, insan özü kimi digər varlıqların ortaya çıxardığı yeni texnoloji inkişaflara daha təəccüblə yanaşır. Amma Allahın ayələri üzərində o qədər düşünmür. Çünki Allahın ayələrini davamlı müşahidə etdiyinə görə artıq onun gözündə sadələşir. Yəni artıq günəş haqqında düşünmür, ay haqqında, gecə-gündüz haqqında, yağışın yağması, yerin bitirməsi, insanın varlığı, bunlar haqqında düşünmür. Amma biz Quran oxuduqda görürük ki, Allah Teala yenidən bizi fitrətimizə qaytarır və bunlar haqqında düşünməyə bizi təşviq edir və şövq edir. Allah Teala bu üç şeyə and içdikdən sonra bu andın ardınca gələn əsli mesajını bizə çatdırır və Rəbbimiz buyurur ki: "İnne sa'yakum leşatta." Həqiqətən sizin səyləriniz, cəhdləriniz fərqli-fərqlidir. Çeşid-çeşiddir, müxtəlif cürdür. Səy ifadəsini bilirsiniz. Normalda həc və yaxud ümrə ziyarətlərində olanlar xatırlayırlar. Səfa Mərvə arasında gedib gəlməyə də səy etmək deyilir. Səy etmək əslində cəhd göstərməkdir, hərəkət etməkdir və yaxud buna bənzər mənalardadır. Və Allah təala buyurur ki, sizin cəhdləriniz, sizin səyləriniz fərqli-fərqlidir, müxtəlif cürdür. Burada insan əsli etibarilə eyni olsa da, yəni insan ümumi fiziki parametrlər baxımından, standartlar baxımından eyni olsa da, ümumi olaraq ruhi baxımdan və yaxud əxlaqi baxımdan bənzər üstün və mənfi keyfiyyətləri daşısa da, bu dünyadakı nemətlərdən ümumi olaraq istifadə etsə də, özü-özlüyündə hər insan özünə məxsus şəkildə fərqlidir. Və Allah Teala insanın bu fərqliyinə vurğu eləyərkən, burada əsas üzərində durulan mesaj nədir? Təfsirlərə baxdığımız zaman görürük. Sizin cəhdləriniz fərqli-fərqlidir. Yəni
sizin düşüncələriniz, həyata yanaşmağınız, özünüz üçün standart müəyyən elədiyiniz həyat proqramınız, etdikləriniz, bunlar hamısı fərqli-fərqlidir. Xüsusən təfsirçilər təfsirlərdən qeyd edirlər ki, burada insanlardan bir qisminin əməllərinin cəhənnəmi gərəkdirəcək, bir qisminin də əməllərinin cənnəti gərəkdirəcək olmasına vurğu edilir. Bu nöqtəyə təkrar qayıdarıq. Amma həqiqətən biz insanları müşahidə etdiyimiz zaman görürük ki, insanlar bu mənada fərqli-fərqlidir. Yəni onların içərisində mömini, kafiri və yaxud ibadət edəni, etməyəni, təsəttürlüsü, təsəttürsüzü var. İnsanlar içərisində daha çox sahib olduğum imkanları digərlərinə zülm vasitəsi olaraq necə istifadə edə bilərəm dərdində olanlar var. Müşahidə elədiyim, gördüyüm bu zülmünü necə dayandıra bilərəm dərdində olanlar da var. Zalımı da var, məzlumu da var. Haqq uğrunda mübarizə aparanı da var, batil uğrunda mübarizə aparanı da var. Bu mənada insanlar fərqli-fərqlidir. Xüsusən təfsirlərdə qeyd olunur ki, cəhənnəmlik və cənnətlik əməl etmək baxımından insanın fərqliliyinə vurğu edir Rəbbimiz. Buna bənzər ayələr fərqli yerlərdə də keçir. Həşr surəsinin 20-ci ayəsində Rəbbimiz buyurur ki, La yəstəvi ashabun nar və ashabul cənnə. Atəş əshabı ilə, yəni cəhənnəm əshabı ilə cənnət əshabı, yəni cənnət əhli bir ola bilməz. Fərqliliyə buradan vurğu edilir. Digər bir buna bənzər ayədə Səcdə surəsinin 18-ci ayəsində keçir. Rəbbimiz buyurur ki, Əfəmən kənə mu'minən kəmən kənə fasiqan la yəstəvun. Elə isə mömin ilə fasiq, buradakı fasiq kafir mənasındadır. Elə isə mömin ilə fasiq bir ola bilərmi? Allah təala buyurur ki, onlar eyni ola bilməzlər. Rəbbimiz mömin ilə kafirin bir-birindən fərqli olduğuna vurğu edir. Təvilətül Quran təfsirində belə bir incəlik qeyd olunur bu ayənin təfsirində. Bu surədə infaqa çox təşviq edilir. Yəni Allah yolunda sədəqə verməyə, xərcləməyə çox təşviq edilir. Onun üzərindən belə bir ibrət çıxarır Maturidi öz təfsirində. Deyir ki, normalda insanlar öz aralarında səxavətli insanı tərifləyərlər və xəsis insanı da tənqid eləyərlər. Bu insanlığın hər zaman qəbul etdiyi bir şeydir. Yəni səxavətli insanlarla paylaşan insanlar daha çox tərifə layiq qəbul edilir. Xəsis insanlar isə tənqidə layiq qəbul edilir. Halbuki deyir, dünya həyatında öz imkanlarından, deyək ki, maddi imkanlarından digərlərlə paylaşan kimsə zahirdə başqasına fayda verir, özü isə zərər görür. Zahiri etibarilə adam malından sədəqə verirsə, paylaşırsa, zahiri etibarilə özü zərər görür, digərləri isə fayda görür. Verməyib özündə saxlayan kimsə isə, yəni xəsis kimsə isə fayda görür. Hər hansı bir kimsə bu verdiyinə görə təriflənəcəksə və yaxud saxladığına görə, xəstə elədiyinə görə qınanacaqsa, normalda dünya çərçivəsindən baxıldığı təqdirdə əksi edilən təriflənməli və yaxud qınanmalıdır. Həyatı sadəcə bu dünya həyatı ilə məhdudlaşdırdıqda insanın gələcəyi nəticə budur ki, insan nə qədər öz həyatını daha da yaxşılaşdırsa, deyək ki, qazandığını digərlərlə paylaşması daha məntiqli, daha ağıllı iş görmüş olar. Başqasına verdikdə isə bir baxıma öz malından azaltmış olar, daha ağılsız iş görmüş olar. Bu onu göstərir ki, əslində buradakı tərifə layiq və tənqidə layiq olan şey aqibətlərə görə dəyərləndirilir. Özü özlüyündə səxavətli olmaq niyə görə tərifə layiq bir haldır? Çünki ən son nəticədə bunun aqibəti var. O da axirətdir. Axirətdə Allahın sənə verəcəyi mükafatdır. Və yaxud xəsislik niyə görə qınanan bir haldır, niyə görə qınanan bir xüsusiyyətdir? Çünki xəstəlik zərər verir. Amma zərəri bu dünyadadırmı xəstəliyin? Yox, əsasən axirətdədir. Dünyada da ola bilir də, əsasən axirətdədir. Elə isə o pislərin yaxşılardan ayrılacağı başqa bir yurdun olması da gərəklidir və insanların yanaşması da onu göstərir ki, fitrət olaraq insanlar axirət inancına meyillidirlər. Onların fitrətləri əgər pozulmayıbsa, fitrət olaraq, kök olaraq insanlar axirət inancına meyillidirlər. Ardınca Rəbbimiz buyurur ki, فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى. Amma kim Allah yolunda verərsə və Allahdan qorxarsa, təqva sahibi olarsa. Allah Teala burada فَأَمَّا مَنْ أَعْطَى buyurur. Bunun təfsirində yenə alimlər kim haqq sahibinə haqqını verərsə deyə ümumi məna da qeyd edirlər. Xüsusən isə Allah yolunda infaqın nəzərdə tutulduğunu deyirlər. Yəni kim Allah yolunda verərsə. Burada Fəxrur Razi təfsirində qeyd edilir ki, klassik təfsirlərin bir çoxunda Leyl surəsindəki bir çox bununla bağlı gəlmiş ayələrdə daha çox Əbubəkir radiyallahu anh nəzərdə tutulduğu üzərinə dayanırlar. Çünki ayələr nəticədə ilk inanan nəslin üzərinə enirdi və o ilk inanan nəslin infaqda ən zirvəsi Əbubəkir radiyallahu anh idi. Və təbii ki, ayə onunla məhdud deyil, qiyamətə qədər hər zamanda, hər məkanda bənzər xüsusiyyətləri, keyfiyyətləri ortaya qoyan hər kəs üçün ümumidir hökm olaraq. Və burada Razi deyir ki, təfsirində Əbubəkir radiyallahu anh kimi istər
fərz olan, yəni zəkat kimi, istər nafilə olan digər sədəqə, mali ibadətləri, istərsə də İslamın qüvvətlənməsi, küfrə qarşı mübarizə üçün mal xərcləyən insanlar nəzərdə tutulur. Bu nöqtə üzərində dayanılır. Fərz ibadətlər, yəni fərz olan zəkat kimi və yaxud vacib olan qurban fitrə kimi paralelində nafilə sədəqələr və xüsusən İslamın ucalması və küfrə qarşı mücadilə üçün mal xərclənməsi. Çünki Əbu Bəkir radiyallahu anhı digər sahabələrdən ayıran ilk özəllik onun Məkkə dönəmində mal xərcləməsi idi. Çünki əməllər çətin zamanlarda daha dəyərli olur, daha qiymətli olur. Yəni Mədinə dönəmində də infaq edən sahabələr var idi və çox idi təbii ki. Lakin Məkkə dönəmi daha çox ehtiyac olan dönəm idi. Amma Məkkə dönəmindəki Əbu Bəkir radiyallahu anhın malından verməsi zəkat şəklində və yaxud başqa mali ibadətlər şəklində deyildi çox da. Çünki bilirik ki, o əhkama dair hökmlər daha çox Mədinə dövründə gələcəkdi. Amma Əbu Bəkir radiyallahu anhın Məkkə dönəmində malından xərcləməsi daha çox hansı nöqtədə idi? İman edən və imanları səbəbilə işgəncəyə məruz qalmış zəif, məzlum, kölə müsəlmanları azad eləməsi, onlara maddi dəstək olması və bənzər şəkildə İslamın ilk dövrdəki o küfrə qarşı mücadeləsində İslam dəvətinin və təbliğinin yayılmasında xərclədiyi maldır. Yəni Əbu Bəkri üstün eləyən əsas tərəfi o idi. Allah Teala bu cür insanlardan bəhs edirkən buyurur ki, kim Allah yolunda verərsə, və təqva sahibi olarsa, Allahdan qorxarsa. Yəni bunlar bir-biri ilə bağlantılıdır. Bunu Quran-Kərimdə bir çox ayəni oxuyarkən görürük. Surələrdə bu çox keçir. Allah Teala iman əhlindən bəhs eləyərkən yalnız etiqad tərəfi deyil də, etiqad, əməl, əxlaq bütünlüyündə bəhs eləyir. Küfr əhlindən də bəhs eləyərkən etiqad, əməl, əxlaq bütünlüyündə bəhs eləyir. Bunlar çünki bir-birindən ayrı olacaq şeylər deyil. Çünki əməl və əxlaq nəyin yansımasıdır? Etiqadın yansımasıdır. Etiqad nədirsə, zahirə vuranda o olur. Və burada da Allah Teala əslində bir əməldən bəhs edir. Əməl nədir? Allah yolunda infaq etmək. Paralelində digər bir əmələ və yaxud əməllərin özü olan, əsli olan bir şeyə vurğu edir Rəbbimiz. O da nədir? Təqva, Allah qorxusu. Kim Allahdan qorxarsa, və saddaqa bil husnə və Allah deyir ki, ən gözəl olanı təsdiqləyərsə. Baxın, və saddaqa bil husnə. Bu artıq hansı tərəfidir? Bu etiqad tərəfidir. Buradakı ən gözəl olandan məqsəd yenə təfsirlərdə qeyd olunur ki, La ilahə illallah kəlməsidir. Ən üstün olan Allah Teala'nın peyğəmbərləri göndərmə qayəsi olan La ilahə illallah kəlməsidir. Allahdan başqa heç bir ilah yoxdur, ibadəti haqq eləyəcək heç bir məbud yoxdur. Həqiqi mənada güc, qüdrətin gerçək sahibi odur. Həqiqi mənada qanunlarına itaat edilməsi gərəkən, özünə ibadət edilməsi gərəkən, razılığı alınması gərəkən, həqiqi mənada özündən qorxulması gərəkən, həqiqi mənada ruzinin ondan olduğuna etiqad edilməsi gərəkən, həqiqi mənada özünə təvəkkül edilməsi gərəkən, həqiqi mənada sevilməsi gərəkən yalnız aləmlərin Rəbbi olan Allahdır. La ilahə illallah kəlməsi burada ən gözəl olaraq keçir. Və bu ən gözəli təsdiq eləyərsə. Ən gözəli təsdiq eləmək, yəni la ilahə illallahı təsdiq eləmək etiqaddır. Amma Allah yolunda infaq isə əməldir. Təqva isə bunun kökündə yer alan başqa bir əməldir, belə deyək. Bunlar bir-biri ilə bağlantılı olaraq zikr olunur. Rəbbimiz buyurur ki, kim ən gözəl olanı, yəni la ilahə illallahı təsdiqləyərsə və yaxud burada ən gözəl olandan la ilahə illallahla yanaşı ümumiyyətlə belə ifadə edilir ki, qulu cənnətə aparacaq olan bütün əməllər. Yəni başda zaten tövhid olmalıdır ki, adam cənnət əhli olsun. Paralelində insanın fərz olan ibadətləri yerinə yetirməsi və haramlardan çəkinməsi də qəsd edilə bilir. İlk öncə adam bunu təsdiqləməlidir. Yəni Allahın sənin üçün göndərdiyi o dini bir bütün olaraq təsdiqləməsi gərəklidir. Və Rəbbimiz buyurur ki, kim belə eləyərsə, baxın 3 hal sayır. Allah yolunda verərsə bu adam, ikincisi təqvalı olarsa, Allahdan qorxarsa, üçüncüsü ən gözəl olanı, yəni la ilahə illallah təsdiqləyərsə, fəsənuyassiruhu lil yusra. Allah Teala buyurur ki, biz ona asanlaşdırarıq. Ən asan olanı. Diqqət eləyin buradakı ifadəyə. Rəbbimiz buyurur ki, biz ona ən asan olanı asanlaşdırarıq. Ən asan olandan məqsəd nədir? Ən asan olan cənnətə getməkdir. Üləma yenə təfsirlərdə qeyd edir ki, burada nəzərdə tutulan odur. Ən asan olan cənnətə getməkdir. Allah Azza və Cəllə cənnətə getmək yolunu, qulun Allahın rızasını qazanma yolunu əslində asan olaraq qeyd edib. Niyə görə asandır? Niyə görə rahatdır? Başa düşülməsi üçün örnək olaraq deyim. Bu dünya həyatı bildiyimiz üzrə məhduddur. Biz fani bir ömür yaşayırıq. Nə qədər yaşayacağımız da bəlli deyil. Bu məhdud ömründə insan hər hansı bir şeyi əldə etmək üçün, bu əldə eləyəcəyin ev ola bilər, maşın ola bilər və yaxud maddi imkanlar ola bilər. İnsan bu dünyada nəyisə əldə etmək üçün cənnəti əldə etməkdən daha çox əziyyət çəkir. Əslində bunların hamısından sənin istifadən bir kiracının istifadəsindən çox da fərqli deyil. Sadəcə kira müddəti fərqlidir sanki. Çünki heç birisində sən qalıcı deyilsən. Qalıcı olmadığın bir şey üçün sən daha böyük fədakarlıq eləyirsən. Lakin
Allah Azze ve Celle bizə əbədi olan bir həyat vəd eləyir. Əbədi mükafatlar yurdu olan bir diyar vəd eləyir. Və bunun qarşılığında çox az şey istəyir bizdən. O az olan nədir? Allahın bildirdiyi şəkildə iman eləyəcəksən. Allahın bildirdiyi şəkildə imanın ilk yansıması qulda əməl olaraq namazdır təbii ki. Namaz qılacaqsan. Namaz zaten günün 24 saatının sadəcə 1 saatını və yaxud 1-2 saatını ayırıb yerinə yetirdiyin bir ibadətdir. Yəni olduqca asandır. Paralelində içkidən uzaq durmaq, zinadan uzaq durmaq, faizdən uzaq durmaq. Bunlar hamısı olduqca asandır. Amma diqqət eləyin, bu gün yer üzündə küfrün hakimiyyəti səbəbilə İslamı yaşamaq hər dövründəkindən daha çətinləşibdir. Lakin İslamı yaşamaq nə qədər çətin olursa olsun, bu üç xüsusiyyəti sən öz üzərində topladığın zaman Allah təala sənin üçün asanlaşdıracaq onu. Sən hətta dünyanın elə yerində yaşaya bilərsən ki, orada müsəlmanlar olduqca az ola bilər. Sən içində yaşadığın cəmiyyətdə, cəmiyyətin ictimai həyatında İslamın görünürlüyünü çox da müşahidə etməyə bilərsən. Küfrün simvolları İslamın simvollarından daha zahir, daha görünür ola bilər sənin içində olduğun cəmiyyətdə. Bir çox nöqtədən sənə baskılar ola bilər, dini yaşama nöqtəsində çətinlik çəkə bilərsən, amma bu üç halı özündə toplayana qədər. Bu üç xüsusiyyət səndə olsa, Allah Azze ve Celle sənin üçün asanlaşdıracaq. Harda olursansa ol, asanlaşdıracaq Allah Azze ve Celle səni. Fərqli yerlərə düşə bilərsən, fərqli iş şəraitinə, fərqli təhsil mühitinə. Hara düşürsənsə düş, Allah sənin üçün asanlaşdıracaq. O da nə idi? Adamda Allah yolunda vermə şuuru olacaq. Tamam, elə bir vəziyyətdir ki, bəlkə sənin maddi imkanın yoxdur. Amma əslində Allah yolunda vermək nəticədir. Bir etiqadın nəticəsidir. O etiqad bilirsiniz nədir? O etiqad odur ki, əslində mən sahib olduğumu zənn etdiyim şeylərin sahibi deyiləm. Adam niyə görə malından verir? Etiraf edir ki, ya Rabbi, bunlar mənim deyil əslində. Mən əmanətçiyəm. Sən mənə nəsib etmisən bunu. Mən də bunu verməklə təsdiq edirəm ki, malın mülkün gerçək sahibi sənsən. Adam ola bilsin ki, verəcək bir şey yoxdur, amma bu etiqaddadır. Etiqadı odur ki, Allahdandır hər şey. Və təqva sahibi olarsa, Allahdan qorxarsa və ən gözəl olanı, la ilahe illallahı sözün həqiqi mənasında təsdiqləyərsə, Rəbbimiz buyurur ki, onun üçün asanlaşdıracaq. Onun üçün Allah Azze ve Celle cənnəti asanlaşdıracaq. Cənnətin asanlaşması nə deməkdir? Allah Teala onun üçün namazı asanlaşdıracaq. Çünki baxın, nə qədər insana namaz qılmaq çətin gəlir. Amma Allah Teala onun üçün namazı asanlaşdıracaq. Onun üçün orucu asanlaşdıracaq. Digər ibadətləri asanlaşdıracaq. Əslində bu ibadətlərin və haramlardan uzaq durmağın özü-özünə bir çətin tərəfi də ola bilər. Allah Teala Bəqərə surəsinin 45-ci ayəsində buyurur ki: "Vəstəinu bis-sabri vəs-salah." Səbirlə və namazla Allahdan yardım istəyin. "Və innəhə ləkəbiratun illə aləl-xaşin." Allah Teala buyurur ki, bu ağırdır, xuşu duyanlar xaric. Yəni həqiqi mənada xəşiyyət sahibləri, Allahdan qorxanlar xaric insanlara ağır gələr. Demək ki, insan Allahdan qorxduqca Allah Teala onun üçün o ağırlığı qaldırar. Deyək ki, ola bilər özlüyündə qalxıb yay vaxtında dəstəmaz almaq və yaxud namaz qılmaq və ya qış vaxtında soyuqda dəstəmaz almaq, fərqli yerlərdə dəstəmaz alıb namaz qılmaq sənin üçün çətin ola bilər. Amma sən Allahdan qorxursansa, xəşiyyət sahibsənsə, Allah Azze ve Celle sənin üçün asanlaşdıracaq. Amma insan belə olmadığı zaman çox da çətin olmayan bu ibadətlər onun üçün olduqca çətinləşir. Məsələn, Nisa surəsinin 142-ci ayəsində Rəbbimiz münafiqlərdən bəhs eləyir. Həqiqətdə inanmır adamlar, amma özlərini inanmış kimi göstərir. Allah təala deyir ki: "Və izə qamu iləs-salati qamu kusala." Onlar namaza qalxdıqları zaman tənbəl-tənbəl qalxarlar. Adam niyə görə tənbəllik eləyər? Bir şey ağır gəldikdə tənbəllik eləyərsən o şeyə. Onlar üçün bu hal çətin gəlir. Və yaxud asanlaşmağı nə deməkdir? Allahdan qorxduqca, insanın təqvası artdıqca Allah Teala onun üçün, deyək ki, bir xanımdır, örtünməni asanlaşdırar. Allah Teala bir kimsəyə faizdən uzaq durmağı, içkidən uzaq durmağı, zinadan uzaq durmağı asanlaşdırar. Cənnətə aparan yolları Allah Teala onun üçün asanlaşdırar. Biz davamlı gücümüz yetdiyi qədər təqvaya sarılmalıyıq və Allaha dua etməliyik ki, ya Rabbi, sən zaten cənnətə getməyə asan qılmısan, onu bizim üçün daha da asanlaşdır. Bunu Allahdan istəməliyik. Ardıca Rəbbimiz buyurur ki: "Və əmmə mən bəxilə və istəğnə." Ancaq kim xəsislik eləyərsə, çünki birinci nə demişdi? Allah yolunda verər. Bunun tam ziddi. Kim xəsislik eləyərsə və özünü müstəğni görərsə. Bunu çox demişəm dərslərdə, çünki Quran-Kərimdə çox yerdə gəlir. Yəni, müstəğni görmək nə deməkdir? Allaha ehtiyacının olmadığını düşünürsə. Çünki insanın imandan uzaqlaşdığı zaman düşə biləcəyi ən ciddi uçurumlardan birisi, bax, budur. Xüsusən də imansız olan bu insan əgər müəyyən imkanlara sahibdirsə, bu imkan biraz vəzifə ola bilər, biraz pul ola bilər, fiziki güc ola bilər, sağlamlıq ola bilər, dost tanışın, ətrafın, ailənin geniş olması ola bilər. Bu imkanlar özlüyündə aldadıcı olduğuna görə adam bu imkanlar səbəbilə özünü Allaha ehtiyacsız olaraq görür. Yəni Allaha ehtiyacının olmadığını düşünür. Dinə ehtiyacının olmadığını düşünür. Dini dəyərlərə, kitaba, Qurana ehtiyacının olmadığını düşünür. Allah Azze ve Celle bu kafirləri belə vəsf edir. Kim xəsislik eləyərsə və Allaha ehtiyacının olmadığını düşünərsə. Onun üçün də dəyərli müsəlmanlar, bax,
Bir an belə müsəlmanda belə bir düşüncə ola bilməz. Bir an belə o zamanın ən kiçik vahidi nədirsə, o qədər olsa belə, yəni hədislərdə keçirir göz qırpımında belə. O qədər olsa belə bir müsəlman hər zaman zehnində canlı tutmalıdır ki, mən hər anımda, hər vəziyyətimdə Allaha möhtacam. Mən acizəm. Və kəzzəbə bil husnə və Allah təala buyurur ki, ən gözəl olanı yalanlayarsan. Ən gözəl olan nə idi? La ilahe illallahı yalanlayarsan. Demək kim xəstəlik eləyir, özünü Allaha ehtiyacsız görür və ən gözəl olanı, yəni kəlmə-i tövhidi təkzib eləyərsə, yalanlayarsa, Rəbbimiz buyurur ki, fəsənüyəssiruhu lil-usra. Onun üçün asanlaşdırarıq ən çətin olanı, yəni cəhənnəmə getməyi. Cəhənnəmə getmək çətindir. Allah təala buyurur ki, ən çətin olanı, yəni cəhənnəmə getməyi onun üçün asanlaşdırarıq. Amma kimin üçün Allah təala asanlaşdırır? Xəstəlik eləyəni, Allaha ehtiyacı olduğunu düşünəni və kəlmə-i tövhidi yalanlayanı. Allah təala buyurur ki, onun üçün o çətin olanı asanlaşdırarıq. İndi qardaşlar, bu üzərinə həqiqətən çox ciddi düşündükdə fərqli ibrətlər açılır insan üçün. Məsələn, çətin olmağı nədir? Cəhənnəmə getməyin çətin tərəfi nədir? Allah-u Teala bizə elə bir din göndərib ki, insanın fitrətinə uyğundur. Fitrət nədir? Pozulmamış yaradılışındır. Yəni, hər kəsin bir fitrəti var. Yəni, Allah-u Teala'nın yerləşdirdiyi fitrət var. İnsan fitri olaraq Allaha qulluğa meyilli olaraq yaradılıbdır. İnsan fitri olaraq Allahın əmirlərini qəbul və Allahın qadağan etdiklərindən uzaqlaşmağa meyilli olaraq yaradılıbdır. İnsanın fitrətində olan şeyə meyilli olması onun üçün asandır. Fitrətinə müxalifət eləməsi insan üçün çətindir. Buna görə də cəhənnəmə getmək çətindir. Niyə görə çətindir? Çünki cəhənnəmlik, yəni burada qəsd olunan nədir? Cəhənnəmlik əməlləri etmək çətindir əslində. Amma asanlaşmağa onun göstəricisidir ki, insan la ilahe illallah yalanlayıbdır. İnsan xəstəlik eləyibdir. İnsan Allaha ehtiyacsız olduğunu düşünübdür. Allah-u Teala onun üçün asanlaşdırır. Çətin olan burada nədir? Dedik, küfürdür, şirkdir. Məsələn, insanın fitrəti pozulmayıbsa, onun rahat-rahat Allaha inkar etməsi və yaxud da ahirəti inkar etməsi, Allaha şirk qoşması çox da rahat bir şey deyil yəni. İnsanı titrədən, qorxacağı bir şeydir. Amma bu qədər cəsarətli şəkildə bunu deyirsə insan, demək ki, Allah ona çətini asanlaşdırıb. İnsan cəhənnəmə aparan əməllər nədir? Böyük günahlardır. Allahın yasaq etdiyi böyük günahlar. O böyük günahları etmək bunun üçün asanlaşıbsa, demək ki, Allah Teala ona cəhənnəmə asanlaşdırıbdır. Bir müsəlmanın nəzərində zina etmək necə çətin bir şeydir. Nə mənada çətin? Bunu fiziki olaraq etməyin çətinliyindən getmir söhbət. Zaten bugün yayğındır zina. Amma söhbət nədir? Sənin zehnində zina sənin üçün necə qorxunç bir şeydir. Amma onlar üçün o qorxunçluq itibdir. Niyə? Çünki Allah asanlaşdırıb onlar üçün. Amma sənin üçün çətin olaraq qalırsa, demək, əlhamdülillah, iman nuru var. Düşünün ki, bir qadın, fitrətən qadın zaten örtünməyə meyilli olaraq yaradılıbdır. Qadın fitrətən belədir. Çünki qadın zərafət sanki simvoludur. Qadın örtündükcə qarşı tərəfə zərafət hissi aşılır. Qadın açılıb saçıldıqca zərafət hissi itir, onun yerini şəhvət hissi alır. Bu səbəbdən dolayı normal, fitrəti pozulmamış qadın açılıb saçılmaqdan narahat olar. Açılıb saçılmağı sevməz. Normal, fitrəti pozulmamış qadın. Müsəlman xanımın nəzərində saçının bir telinin görülməsi belə əslində ağır bir şeydir. Onda qalmış ki, daha açıq-saçıq vəziyyətdə geyinməkdən. Yəni, o Allah qorusun, daha bərbad bir şeydir. Düşünün ki, müsəlman bir xanım nəzərində bədəninin o məhrəm əzalarını çöldə qoyub gəzmək necə çətin bir şeydir. Bəlkə də onun əvəzinə 1000 dəfə ölməyi arzulayar ki, o vəziyyətə düşməsin. Niyə? Fitrət pozulmayıb çünki. Allahla bağını canlı tutub çünki. Elə olduğu üçün onun üçün çətindir. Amma Allahdan üz döndərən insanlar üçün bu çətin asanlaşır və utanmaz vəziyyətə gəlir. Tam əksinə bunu fəxrlə sərgiləyir. Bütün nəzərlərin üzərində olduğunu bildiyi halda. Bildiyi halda ki, ona nə nəzərlə baxırlar. Onu yanında o vəziyyətdə çölə çıxaran kişi də ona nə nəzərlə baxıldığını bildiyi halda, özü də başqalarına o gözlə baxdığı halda yenə də bunu eləyir. Niyə görə? Allah cəhənnəmə gedən yolu asanlaşdırıb. Amma səbəbi nə idi? Səbəbi özü idi. Öz etdikləri idi. Bu dediklərimizdən kiminsə həyatında cahiliyyədən nəsə qalıntılar qalıbsa onun üçün ümid yoxdur mənasında deyil. Tövbə qapısı açıqdır. Hansı böyük günah olursa olsun insan dönər, tövbə eləyər, Allah bağışlayar, üstün mərtəbələr əldə eləyər. Bu dediklərimiz bir-birinə ziddiyyət olan şeylər deyil. Sadəcə tövbə etmədiyi müddətcə
o halın qəribəliyi və yaxud çirkinliyi üzərində danışırıq. Bir mömin üçün faiz nədir? Allah və Rəsulullah savaş açmaqdır. Bir mömin üçün zina nədir? Çirkin bir işdir, Allahdan uzaqlaşdıran bir şeydir. Bir mömin üçün içki nədir? Necə Rasulullah buyurur, Allah içkiyə, içənə, içirənə, daşıyana, daşıdana hamısına lənət eləsin deyir. Bir mömin üçün içki lənət səbəbidir. İnsan Allahdan üz döndərdirsə, kibirləndirsə, özünü böyük gördüsə, ehtiyatsız zənn elədirsə özünü və ən gözəl olanı yalanladısa, Allah Teala onun üçün bu şeyləri asanlaşdırır. Artıq adam bunları hiss eləməz vəziyyətə gəlir. Və aciz Rəbbimiz buyurur ki, وَمَا يُغْنِ عَنْهُ مَالُهُ إِذَا تَرَدَّى Ora düşdüyü zaman, yəni o cəhənnəmə getdiyi zaman mal mülkü ona heç bir fayda verməz. 11 ayə Leyl surəsindən oxumuş olduq. Allah Azza və Cəllə ibrət çıxarmağı bizə nəsib eləsin. Xətalarımızı təsbit edib düzəltməyi bizim üçün asanlaşdırsın, bizə nəsib eləsin. Allah Azza və Cəllə sevdiyi yolda sabit etsin bizi. Rızasına uyğun şəkildə həyat yaşamağı və müsəlman olaraq bu dünyadan köçməyi bizə nəsib eləsin. Elhamdülillahi Rabbil alemin.